Xalqın haqqı mütləq verilməlidir. Uşaq pulu barədə xəbərləri sizə təqdim edirik. Ətraflı xəbərə keçməzdən əvvəl uşaq pulunun verilməsinin tərəfdarı olan hər kəs videonun bəyənsin ki, sayımızı bilək. Azərbaycanda pensiya yaşı və sosial rifah məsələləri, əsasən də uşaq pulunun verilməsi dəfələrlə Milli Məclisdə müzakirə olunsa da, hələ də həllini tapmayıb. Xüsusilə Qarabağın işğaldan azad olunmasından sonra bu məsələ daha da önəm qazanıb. Vətən uğrunda canlarını fəda edən şəhid və qazilərimiz uşaq pulu və digər sosial yardımlardan məhrum böyüyən insanlardır. Ancaq bu dövlət onları yalnız müharibə zamanı xatırlayır. Kasıb ailələrin övladları vətəni qoruyarkən bəzi məmur övladları xaricdə istirahət edir. Bu ölkədə xalqı düşünən, onun rifahını təmin edən idarəçilər lazımdır. Əmək haqları artırılmalı, uşaq pulu verilməli və iqtisadi sabitlik təmin olunmalıdır. Xalqın haqqı yeyilməməlidir. Əgər bu fikirlərin tərəfdarısınızsa, videonu bəyənib paylaşın ki, səsimiz daha da yüksəklərə çatsın. Hər kəs aşağıda şərh bölməsinə uşaq pulu mütləq verilməlidir sözlərini yazsın.